Dostlar salam, hər vaxtınız xeyir olsun. Növbəti videomda hər birinizi xoş gördüm. Bugün videomu qızımla bərabər çəkmək istədim. Çünki ona vermək istədiyim kiçik bir tövsiyə var ki, bunu sizlərin də dinləməyinizi istəyirəm. Deməli beləsinə, biz bir tərtəmiz su dolu olan ağ bir stəkanıq. İçərisində təmiz su olan ağ bir stəkan. Ətrafımızdakı insanları o qədər doğru seçməliyik ki, bizim təmizliyimizə hər hansı bir zərər gəlməsin. Bu isə bizim ixtiyarımızda olmadan ətrafımızda olan bizə zərər verən insanlardır. Hansı ki, biz onları həyatımıza özümüz seçməmişik. Sadəcə həyatın müəyyən mərhələlərində onlar bizim həyatımıza daxil olur. Bizim hərəkətlərimizi, davranışlarımızı, ünsiyyətimizi idarə etməyə, dəyişdirməyə çalışırlar. Əgər biz mütəmadi olaraq bu insanlarla oturub dursaq, onlarla çoxlu zaman keçirsək, baxın, bu salfetkada göründüyü kimi zamanla həmin insanlar öz pis niyyətlərini, yanlış xüsusiyyətlərini, doğru olmayan hərəkətlərini, davranış pozuntularını, yalanlarını, saxtakarlıqlarını zaman-zaman bizə də ötürməyə başlayacaq. Getdikcə bu stəkandakı su eynən bunun rəngini alacaq. Salfetlərdə həmin rəngləri görmək mümkündür, dəyərli izləyicilər. Sən də diqqətlə bax sənə. Görürsənmi? Çirkli insanlar, yanlış insanlar, bizi incidən insanlar, bizim hərəkətlərimizi yanlışa doğru dəyişməyə çalışan, istəyərək və yaxud da istəməyərək bizə yanlış təsirlər göstərən insanlar da həyatımıza bax bu şəkildə öz çirkablıqlarını, öz pisliklərini bax bu salfetka şəklində yavaş-yavaş zamanla doğru stəkanın içərisinə daşıyacaqlar. Yəni bizləri də özləri kimi etməyə çalışacaqlar, cəhd edəcəklər. Və zamanla, əgər biz o insanlarla vaxtı çox keçirsək, həddindən çox onlarla zaman keçirsək və özümüzü onlardan uzaq tutmağı bacarmasaq, yanlış hərəkətlərdən, doğru olmayan ünsiyyətlərdən, özümüzə zərər verməkdən qaçınmasaq, eynən onlara bənzəməyə çalışacağıq. Baxın, bu stəkanda və gördüyünüz kimi salfetlərdən ötürülən çirkablarda da göründüyü kimi. Odur ki, bu stəkanın rəngini dəyişməsi üçün uzun bir müddət keçməlidir, amma bu videonu mən qısa müddətə yerləşdirdiyim üçün təsəvvür edin ki, bu çirkliyin hamısı məhz bu stəkanın içinə artıq axıbdır. Baxın, elə bilin ki, bu çirkablar artıq müəyyən zaman keçəndən sonra dümağ tərtəmiz olan stəkana axıbdır. Və beləcə bizim də xasiyyətimiz, davranışlarımız, hərəkətlərimiz eynən ətrafımızda olan insanlara bənzəməyə başlayır. Ona görə deyirlər ki, biz ətrafımızdakı insanların, oturub durduğumuz, ünsiyyət qurduğumuz insanların ortalamasıyıq. Yəni, dostunu mənə göstər, deyim, sən kimsən. Nə etməliyik qızım? Biz çalışmalıyıq ki, bax, o insanlardan, zərər gördüyümüz insanlardan, yanlış insanlardan, bizi yanlışa təşviq edən insanlardan, bizə zərər verən insanlardan, bizi incidən insanlardan yavaş-yavaş uzaqlaşaq. Əvəzinə isə ətrafımıza yeni, faydalı, bizə xeyir verən, bizim hərəkətlərimizi daha da gözəlləşdirən, uğur qazanmağımıza, yaxşı insan olmağımıza köməklik göstərən, bizə yaxşı örnək olan, hərəkətlərini yaxşı şəkildə bizə əks etdirən, bizdə ünsiyyət problemi yaratmayan, travmalar yaratmayan, yanlış hərəkətlər yaratmayan və təbii ki, bizi özümüzdən çıxarmayan insanlar, biz onlarla oturub durduqca bizi də bu şəkildə təmizləmiş olur. Baxın, zamanla artıq həmin su öz halına geri dönmüş olur. Bunun üçün nə etməliyik?
təbii ki, ətrafımızdakı insanları doğru seçməli, mümkün qədər digərlərindən uzaq durmalı, əhatəmizi təmizləməli və özümüz kimi insanlarla oturub durmağı bacarmalıyıq ki, baxın, o çirkablıqdan, o yanlış hərəkətlərdən, yalanlardan, doğru olmayan davranışlardan, sərhədlərimizi pozan hərəkətlərin hər birindən uzaqlaşa bilək. Yəni, özümüzə dönə bilək. Bu təcrübəni övladlarınızla bir yerdə etsəniz, elə əyani şəkildə onların gözünün qarşısında, mənim bu videoda qızım Səna ilə bir yerdə, onun gözünün qarşısında etdiyim bu kiçik eksperimenti yoldaşlarınızla bir yerdə, ailə üzvlərinizlə bir yerdə, dostlarınızla bir yerdə əyani şəkildə təcrübədən keçirsəniz, əslində psixoloqların və təbii ki, öz övladının sərhədlərini, onun yaxşılığını düşünən valideynlər uğur qazanmış olacaqlar. Övladları da onların nə demək istədiyini artıq qismən də anlamış olacaqlar. Çalışın əhatənizdə bunlar yox, bax, elə bunlar olsun, dəyərli dostlar. Eləcə də sənin Səna. Bizi izlədiyinizə görə təşəkkür edirik. Əhatənizdəki insanların psixologiyanıza təsir etməməsi diləyilə. Çalışın, sərhədlərinizi belirləyin. Kimliyindən asılı olmayaraq, istər sizin, istərsə də övladlarınızın sərhədlərini aşmağa heç kimə icazə verməyin.